7-ci testə baxa bilərik. 7-ci testdə isə bizə nə deyir? 7-də baxırıq ki, birinci boşluğumuz nədir? Birinci boşluğumuz demişdik ki, əgər sözün sonunda est varsa da, is, deməli bu sifətin üstünlük dərəcəsidir və üstünlük dərəcədə ümumiyyətlə bir qayda olaraq həmişə sifətin üstünlük dərəcəsi z artiklına işlənir. Deməli birinci boşluğa biz z verməliyik. İkinci boşluqda isə baxıram ki, New York, yəni şəhər adıdır. Təbii ki, biz qeyd elədik ki, şəhər, ölkə adları ilə qətiyyən heç bir artikl işləmir. Müəyyən o istisna ölkələr var. O halda artikl işlənər ki, ölkə adlarından orada United, Federation, Republic kimi müəyyən sözlər olsun. Amma burada şəhər adı gəldiyinə görə New York, ona görə burada heç bir artikl işlənməz, boş işlənir. Ona görə də birinci boşluq D artiklı, ikinci boşluq isə boş olur. Olur düzgün cavab Y variantı. Yəni bu şəkildə siz də müəyyən tətbiq olunmuş qaydalara baxaraq və yazdığımız, qeyd elədiyimiz, izah elədiyimiz qaydalara baxaraq rahat şəkildə testlərinizi işləyə bilərsiniz. Biraz çaşdırıcı məqam kimi 9-cu testə baxa bilərik. Deməli 9-cu testdə uşaqlar deyir ki, I saw elephant at ... Baxırıq ki, burada elephant gəlib və təbii ki, bu da sayılan tək isimdir. Harada sayılan tək isim görürüksə, qeyd eləmişik ki, onun qarşısına həmişə müəyyən, qeyri-müəyyən iki artikl olan ya e, ya n artiklı verilməlidir. Biz də baxırıq ki, fil sözü işlənib, elephant təkdədir. Mütləq qarşısına ya e, ya n verməliyik. S-i hərfi ingilis dilində sait hərfi olduğuna görə, təbii ki, saitlə başlananların qarşısına nə işlədirdik? N artiklı işlədirdik. Birinci boşluq olacaq n artiklı. İkinci boşluqda isə baxırıq, at the zoo işlənir uşaqlar. Ümumiyyətlə, qapalı məkanlarla at the deyə ifadəmizi işlədirik və buna görə də ikinci boşluğumuzda da D artiklı olmalıdır. N və D artiklı olur D variantımızda. Yəni, bu şəkildə testlərinizi rahat işləyə bilərsiniz.